Salam, xoş gördük sizləri əziz müdavimlər. Bugün Rəsul Rzanın Çınar ömrü şeirinin təhlilinə baxacağıq. Bu mənim ən çox sevdiyim şeirlərdən biridir. Sərbəst vəzində yazılmış və çox bəyənirəm bunun məzmununu, burada olan fikirləri və bilirik ki, bu həm MİQ, həm sertifikasiya, həm də 3-cü qrupların blok imtahanında düşən mövzudur. Baxaq. Nə payızdı, nə qışdı, bir çınar qurumuşdu. Nə suyunu kəstilər onun, nə üstünə kölgə düşdü. Ağac ayaq üstə qurumuşdu. Nə yarpaqları saraldı, saplağı sınmış kimi, nə xəzəli töküldü yuvasından uçan quş kimi. Deməli, hansı fəsilləri deyir? Payız və qışın adını çəkir. Bir çınar quruyub, amma deyir onun nə suyunu kəsiblər, nə üstünə kölgə düşüb. Ağac ayaq üstə quruyub. Nə yarpaqları saralıb deyir, nə xəzəli tökülüb, yuvasından uçan quş kimi. Burada nə var? Təşbih işlənib. Elə bir gövdəsi üşümüşdü. Ağacın gövdəsi üşüyə bilərmi? İnsan deyil. Deməli, burada da metafor var. Çınar 500 ildən biraz az, bircə yaz az yaşadı. Deməli, 500 ildən bircə yaz aşağı yaşayır. Deməli, nə qədər yaşayır? 499 il. Yaşadı, puçurlaya-puçurlaya, bugündən sabaha. Çınarın ölüm günü ilk pöhrəsindən, ilk yarpağından başlamışdı. Deməli, Çınarın ölüm günü nə zamandan başlayıb? İlk pöhrəsindən, ilk yarpağından, yəni elə yaranmağa başlayandan, yəni böyüməyə başlayandan o, necə deyirlər, ölümə yaxınlaşıb əslində. Əsir-əsir yaşadı. Bu ölüm Çınarın budağında, gövdəsində, kötüyündə ayrılmadı Çınardan. Bir anda, bir gündə. Çınar duymasa da, bax burada da metafor var. Yəni insan deyil ki, duysun. Ölüm keçdi pöhrə-pöhrə, yarpaq-yarpaq, budaq-budaq yolunu. Bir qış duyan olmadı ki, Çınar artıq quruyub. Yaz başı gördülər ki, deməli hansı fəsildir? Yaz başı, yəni yaz fəslində. Yaz başı gördülər ki, budaqlar oyanmadı, yarpaqlar göyərmədi, Çınar yatmışdı. Nədir? Yenə metafor var burada. Günlər keçdi. Nə qotaz sarı sırğaları sallandı Çınarın, nə kölgəsi sərildi çəməndən naxış-naxış, arxada qalmışdı qılıncı şaxtadan qış. Yaz başı gördülər ki, Çınar quruyub, ölüb. Bir gecə qara yeldən budaq-budaq tökülüb. Nə boy-buxundan gileyi vardı Çınarın, nə ucalıqdan. Yəni, heç bir gileyi yoxdur əslində. Çınar 5-10 insan ömrü, 499 il yarpaqlandı, sırğalandı, ağır-ağır yırğalandı və sakit-sakit öldü qocalıqdan. Deməli, ölüm səbəbi nədir? Qocalıq. Nə meydan kölgəsi qaldı, nə narın xəfif yerdən bəstələdiyi nəğmə. Titrək pıçıltıları. Bircə acı göynək qaldı insanların qəlbində Çınardan. Bir də həzin xatirə qaldı. Neçə meydan kölgəsi vardı dedilər. Neçə ulduz-ulduz yarpaqlayardı dedilər. Neçə qoyun quzu dincələrdi altında. Qoyun quzu deməli. Qoyun quzu burada adı çəkilir. Neçə nəğmələr gətirərdi ona. Quşlar qanadında dedilər. Çınar getdi. Könüllərdə yanğısı yeri qaldı. Dodaqlarda Xan Çınarın bahar nəğmələri qaldı. 50 olsun, 100 olsun, neçə-neçə əsr olsun, ömrün ilk günü, son günü var. 500 ildən bir əksik yaşadı Çınar. Fırtınada, qasırğada əyilmədi. Bax, gör necə gözəl cümlələrdir. Fırtınada, qasırğada əyilmədi. Acizlik, qorxu nədir bilmədi. Yəni, görünür ki, Çınar gözəl, möhtəşəm bir ömür yaşayıb. Yaşadı Çınar kimi, budaqları çətir-çətir, kölgəsi meydan-meydan. Az da, çox da yaşasaydı, belə yaşayacaqdı. Kökü torpağa bağlı, vüqarlı Çınar kimi, müdrik babalar kimi. Getdi səssiz, haraysız, nə 7-si, nə 40 oldu.
Təəssüfü yanğısı gəzdi, dodaq-dodaq, ağız-ağız. Çınar getdi ondan. Kaş bir ildə yaşayaydı, bir arzu qaldı. Dibindən qaynayan bir bulaq su qaldı. Bir belə çınar ömrü olsun deyirəm ömrüm. İllərin sayına görə yox. Bir ömür ki, xatirələrdə yanğısı izi qalsın. Neçə-neçə ömürdən çox. Bir ömür ki, kimsəyə əziyyəti dəyməmiş olsun. Bir ömür ki, heç giləyə enməmiş, heç kəsə baş əyməmiş olsun. Bir ömür ki, yoxuşu şərəfli, həm dözümlü enişi, bir insan ömrü, kişi ömrü, kişi. Çox maraqlı şeirdir həqiqətən. Deməli, əsər, bu şeir sərbəst şeir şəklində yazılıb. Biz bilirik ki, əruz vəzni, heca vəzni və bir də sərbəst vəzni var. Bu sərbəst şeir şəklində yazılıb. Müəllifin başqa bir Çınar adlı şeiri də var. O şeir heca vəznindədir. Bu elə deyil, bu Çınar ömrüdür. O hansı şeir deyir ki, belə məğrur dayanmaqla haqlıyam, mən kökümlə bu torpağa bağlayam. Bax, o Çınar şeirindəndir. Bu isə Çınar ömrüdür. Burada misralar testlərdə düşür. Həm çarpaz, həm dalbadal qafiyələnmə var burada. Əsərdə insan mənəviyyatı, onun həyatda mövqeyi, məqsədi ilə bağlı suallara cavab axtarılır. Yəni, Çınarın ömrü o qədər gözəl təsvir olunur ki, yəni, sanki insana da belə bir ömür arzulayır. Şeirdə ciddi mətləblər, maraqlı, orijinal təsvir və ifadələrdən istifadə var. Çınar ədəbiyyatımızda vüqar, məğrurluq, ucalıq ifadə edən simvolik obrazdır. Çınarın quruma səbəbi nə susuzluqdur, nə kölgədir. Nədən qocalıb? Bu yaş keçib artıq, yəni ömür sürüb, qocalıqdan bu vəziyyətə düşür. Və Çınar 499 il yaşayır. Çınarın ölümü elə ilk pöhrəsində, ilk yarpağından başlamışdı. Yəni insan yaranandan ölümə yaxınlaşmağa başlayır. Çınar yaşadıkça ölüm də onunla birgə yaşayır. Çınar bunu hiss etməsə də ölüm onunla yarpaq pöhrə yol keçir. Çınarın qışdan quruduğunu duyan olmur. Yaz gələndə yarpaqlamamasından sonra quruduğu zənn edilir. Deməli, o yarpaqlamır, artıq bilirlər ki, quruyub. Çınarın nə boybuxundan, nə də ucalıqdan şikayət olur. Çınardan insanlara acı göynəmə qalır ki, kaş bir ildə yaşayardı. Çınar haqqında deyilənlər, neçə meydan kölgəsi vardı, neçə ulduz yarpaqlayardı, neçə qoyun quzu dincələrdi altında, neçə nəğmə gətirərdi quşlar ona qanadında. Çınar az da, çox da yaşasaydı, yenə indiyə qədər yaşadığı kimi yaşayacaqdı. Acizlik bilmədən, qorxu bilmədən, əyilmədən, belə yaşayış müdrik babalar kimi yaşamağa bənzədilir. Çınardan sonra geriyə bir arzu qalır. Kaş bir ildə yaşayaydı. Çınardan sonra dibində qaynayan bir bulaq su qalır. Müəllif özünə belə bir ömür istəyir. Səbəbi illərin sayına görə yox. Yəni 499 il böyük bir, uzun bir ömürdür. Belə uzunluğa görə deyil. Elə bir ömür ki, xatirələrdə yanğısı izi qalsın. Heç kimə əziyyəti dəyməsin, heç kəsə baş əyməsin, giləyə enməsin. Həm yoxuşu şərəfli, həm də dözümlü enişi olsun. Bir insan ömrü, bir kişi ömrü. Təsvir edilən Çınarın yoxuşu şərəfli olduğu qədər enişi də dözümlüdür. Əsərdə insanın mənəviyyatı zirvələrə qaldırılır. İnsanla təbiətin bağlılığı obrazlaşdırılır. Öz kökləri ilə torpağa bağlılıq həm Çınar, həm də insan üçün önəmli sayılır. Yəni, insan da, Çınar da kökünə, tarixi köklərinə bağlı olmalıdır. Ölüm həyatın daxilindəki mövcud bir gerçəklik kimi mənalandırılır. Çınarın quruma səbəbi nə baxımsızlıq, nə də biganəlikdir. Ölüm vaxtı çatıb deyə quruyur. Çınarın ömrü insanlara nümunə kimi göstərilir. Çınar quruyandan öncə də, sonra da insanların diqqətini cəlb edir. Müəllif çatdırmaq istədiyi üstüörtülü şəkildə müəllifin çatdırmaq istədiyi fikirlər üstüörtülü şəkildə işarələrlə çatdırılır. Çınarın əyilməzliyi, onun torpağa bağlılığı ilə ifadə olunur. Çox təşəkkür edirəm. Kanala abunə olmağı və şərh yazmağı unutmayın. Mən də hər birinizə Çınar ömrü arzulayıram. İllərin sayına görə yox, nəyə görə? Yəni, orada mərdlik, mübarizlik var, heç kimə baş əyməyən, heç bir giləyə enməyən,
yoxuşu şərəfli və dözümlü enişi olan bir həyat. Çox sağ olun, təşəkkür edirəm hər birinizə.